Soliton mağazalarının baş sponsorluğu ilə İmtina serialının 26. bölümü başladı. Haradasın abala, səhər tezdən aç-sus. Anaq saqqalımız. Hardadır bizim ağıllı başçımız? Ne böyürsən ha? Gel görün bura. Çatdığın arzuna. Ağ günə çıxartdın bizi. Xoşbəxt eləyə bildin məni? Ne oldu be? Daha nə olmalıdır? Nəyə çağırmışdı? Mənim canımı azizlara. Nə dedi ki Həmid? Bizdən şübhələnib. Şübhələnib bizdən. Ne dedi ki? İşi təzədən qaldırır. Hansı işi? Tapanca məsələsini. Vəkil tutun. Ne dedi ki? Dedi vəkil tutmuşam. Vəkil əmiyə deyib ki, sənə torba tikiblər. Tapancanın evinə kim atıbsa pulu uğurlayan da odur. Hamid dedi bunu. Bəs özümdən çıxartıram, deyib ki deyirəm də. Sonra nə dedi? Deyib ki tapancanı tapmaq 2-2-dir. Tapancanı yox əmigilə qoyanı tapmaq. Bədbəxt elədiniz məni. Abala qorxma. Qorxma nə deyə? Dərmə saman təpəcəkləri, neyniyəcəm mən? Adəm, neyniyək? Mənim adımı çəksəz, bax, deyirəm, mənim adımı çəksəz, bilmirəm. Mən heç də bilmirəm, mənim adımı çəkməyin. Eldar. Eldar ölsün. Mən bilmirəm. Mən heç də bilmirəm, mən başa düşməmişəm. Siz demisiniz, eləmişəm. Mən tutula bilmərəm, məni tutsalar ürəyim partlayacaq. Eldar qurban olun, başıma dönün, bir özünə gəl. Bax, məni tutsalar var ha. Bax, indidən deyirəm. Məni tutsalar var ha. Deyəcəm, hamımız bilirdik. Deyəcəm, Laçın da bilirdi, Könül də bilirdi. Qoy ailəlicə hamımızı damlasınlar. Ya da qoy dedəm hamısını boynuna götürsün. Oturma, nə oturursan? Cavab ver də, sən eləmsən. Hamısını sən eləmsən. Adəm. Adəm! Adəm! Abla biraz tez sür de deden keçindi axı. Qadınam, qaza bas, qırmızıya düşməyək. Əlçılafın biri əlçılaf. Elə bir kar diye.
Deyirəm qazanmaz qırmızıya düşməyək. Adəm. Ay Adəm. Svetofor dəyişdi tərpən. Aygün, bir də salam. Anan gəlmişdi. Mən səndən heç gözləməzdim. Evə niyə demisən? Axı mən səndən üzr istədim. Burada böyüdüləcək nə var idi? Əgər sənə bu qədər pis təsir eləyibsə, bir də səndən üzr istəyirəm. Bu kadın nə məktubdan danışır? Soruşdum, heç adını demədi. Bir tələbə yoldaşım var, adı Aygündür. Onun anasıydı. Onu başa düşdüm. Yəni, sən onun adına məktub yazmısan? Nə məktubdu elə, hara yazmısan? O qız biraz qaşqabaqlı qızdır. Danışanda da elə hey gileylənir. Bir dəfə dedi ki, maddi vəziyyətimiz yaxşı deyil, atam işləmir, pul çatdıra bilmirik. Mən də götürdüm onun adından humanitar təşkilata müraciət elədim. Harda? O da oxuduğumuz yerdə. Aha. Humanitar təşkilatdan gəldilər, dedilər kim yazıb. O dedi ki, mən yazmamışam. Mən dedim ki, mən yazmışam. Başa düşdüm. Orada üzr istədimmi? Gəlməmişdən üzr istədim. Elə bildim söhbət bitib. Biləndə ki, Bakıya gəlmişəm, ailəsinə deyib. Başa düşdüm. Başa düşdüm. Burada pis niyyətdə heç nə yoxdur axı. Amma o belə başa düşmür. Deyir ki, sən məni qrup yoldaşlarımın yanında biabır elədin. Anası da belə dedi. Ha, əl hərəkətlərindən hiss elədim. Mən də üzr istədim. Həm öz adımdan üzr istədim, həm də sənin adından üzr istədim. Ata bilsə məni damlayacaq. Sən adından belə bir məktub yazılsaydı, sən neyniyərdin? Heç nə, eşidəndə gülərdim. Yardım eləsələr də pulu götürüb qoyardım cibimə. Ya da həmin adamla bölərdim. Vallahi. Onda ataya deməyək. Heç sən an bilməsin. Olar, sən ataya deməyəsən? Əlbəttə olar. Burada pis niyyətli bir şey yoxdur axı. Mən ofisə gedirəm. İstəyirsən gəl birlikdə gedək. Gedək. Mən hazıram. Sən də get hazırlaş, gəl gedək. Yaxşı. Aha, zırramadan xəbər çıxdı. Hardasan, hə? Açın tez gəlin xəstəxanaya. Niyə, nə olub ki? Ata özündən getdi. Niyə? Bilmirəm niyə. Durduğu yerdə özündən getdi. Gətirmişik xəstəxanaya. Ana yataq xəstəxanaya.
Laçıngilə dedin? Bircə Allahın rəhmi gəlsin Adəmə. Heç nə olmasın. Həkimlər nə dedi? Mikroinfarkt. O indi eşidir bizi. Yox, hardan eşidir Firuze özü? Canı ilə əlləşir. Ay ana. Bax. Allah'a yalvarırsan ki ata sağalsın. Ama yadında saxla. Bizim axırımız həbsxanadır. Mənim də, sənin də, atanın da. Tutub salacaqlar içəri. Allah haqqı. Sənə deyirəm ki, həmid duyuq düşün. Bu niyə bu cünə qaldı? Çünki mən deyəndə vəziyyəti başa düşdü. Bax, ürək dözmədi. Əgər əməlimizin üstü açılsa, mənim ürəyim yerindəcə partlayacaq. Bizim başqa çıxış yolumuz yoxdur. Bircə dənə xilasımız var. O buradan sağ çıxmasa, bu cinayət dörd bastır olacaq. Allah haqqı, nə var onu deyirəm. Bu işin üstü açılsa, məni atamla yanaşı bastıracaqsın. Əgər o keçinsə, bu cinayət də ondan bir yerdə gedəcək. Ana, özün seç. Ya təkcə ərin öləcək, ya da oğlundan ərini yanaşı bastıracaqsın. Mən qorxuram. Mənim ürəyim dözməyəcək. Məqamdır. Ağzındakı şlanqı çıxart, bir dənə balışı dirə sifətinə. Vəssalam. Mən dedim. Elə.
Keçin buyurun. Hə, qaqaş. Niyə? Nə olub ki ataya? Hansı xəstəxanadadır? Hə, başa düşdüm. Nə olub könül? Atanı xəstəxanaya aparıblar. Ürəyi tutub. İndi xəstəxanaya gedirsən? Hə, əlbəttə getməliyəm. Gözdə bunu qoyub gəlirim mən. Ata necədir? Ben ne bileyim gir soruş da. Həkim gəlib palatadadır. Qardaş, gedib müstəntiqi gördüm, qardaşımla da görüşdüm, onu da danışdırmışam, hər şeyi ətraflı öyrənmişəm. Bir dəqiqə dayanın, hövsələsiz eləməyin. Mən sizi başa salıram. Mən polis deyiləm adam tutam. Mən vəkiləm, qardaşımın hüququnu qoruyuram. Bəs mən nə deyirəm? Tələsmək lazım deyil. Bu oğurluq deyil ki, bilməyəsən kim eləyir. Dalaşıblar, 2 nəfər olublar, Allah istəyirsən 5 nəfər olsunlar. Qardaşın üzündən o adamı tanıyır, adını bilməsə də olar. Heç bir narahatsızlığa səbəb yoxdur. Müstəntiq zəng edir, sonra danışarıq. Bəli, İlxan müəllim. Ay, siz şad xəbər olasınız. Laf yaxşı, laf yaxşı. Çox sevindim. Hə, buradayam. Müvəkkilimlə görüşmüşəm. Oldu İlxan müəllim, oldu. Əlaqə saxlayarıq, hələlik. Salam aleykum. Aleyküm salam müəllim. Oturmaq olar. Hə, otur. Bağışlayın, danışığınızı eşitdim, ona görə yaxınlaşdım. Siz vəkilsiniz müəllim. Bəli, vəkiləm. Nə lazım idi ki? Bir söz soruşmaq istəyirəm. Buyur. Mənim əmmimin şərliyib tutturdular. Burada yox, o rayonda. Yazıq da getdi, cəzasını çəkdi, qayıtdı. Nə deyib şərləmişdilər ki? Müəllim, belə oldu da, biz rayonda əmimlə qonşuyuz. Bir gün gördük ki, polislər tökülüşdü əmingilə. Girdilər evə axtardılar. Yazığın evindən tapanca çıxdı. Tapança əminin deyildi ki? Yox, müəllim. Yazıq əmim fağır adamın biridir. Onun evində tapanca nə gəzirdi? Aha. Aha, canınızın sağlığı. İndi həbsdən çıxıb gələndən sonra bir vəkil tapdı. Vəkil deyib ki, narahat olmayın. Gedib rayona o adamı tapacaq. O tapancanı evə qoyan adam kimdirsə, vəkil deyib ki, gedib onu tapacaq. 2 il bundan əvvəl olub, müəllim. Vəkil onu tapa bilər. Neçə yaşındır? 23. Nə olur ki? Əminin neçə yaşı var? 50-dən çoxdur.
Öz də deyirsən ki, əmin içəridə yatıb çıxıb. Əmin bilmir ki, cinayətkarı vəkil axtarmır. Və vəkil nə üçün ki məni? Hər nə iş görüb. Sən bilmirsən. Bəs əminin ağlı hardadır? Vəkil cinayətkar axtarmır. Ay kişi, ay qardaş. Cinayətkarı polis axtarır. Müstəntiq axtarır. Vəkilin işi hüququ qorumaqdır. Hüquq. Adamların hüququnu qorumaq. Bəs əmim dedi ki, vəkil ona söz verib ki, gedib rayonu o adamı tapacaq. Ay qardaş, o vəkil deyil, fırıldaqçıdır. Əminə deyinəm ki, ondan uzaq deyansın. Bir də ki, xahiş edirəm, mən vaxtımı alma, mənim işim çoxdur. Sağ olun mənim, sağ olun. Alo, neçə dəqiqə burada olsan? Gəl üzbəüz danışaq. Gözləyirəm səni. Sağ ol Həmid. Xoş gəlinmişik. Ara yerdə adam gedirdi sanır. Olar ata. Əlbəttə olar. Buyur. Mane olmadıq. Mane olmaq nədir? Nə bilim, iş vaxtıdır da ona görə. Mən ailəmə vaxt ayırmağa həmişə imkan taparam. Oturun da. Bibidir. Burada olmalıdır. Olar dayım gəlim. Əlbəttə olar qızım. Vəziyyət necədir? Yaxşıdır, şükür. Azulamadı sana. Yo, əksinə, bura gəlməyə özü təklif elədi. Ha? Şükür. Xeyli sakitləşdim. Sənə bir şey deyəcəm, amma elə bil eşitməmisən. Sadəcə bunu bilməlisən. Biraz bundan əvvəl evə bir qadın gəlmişdi. Bibilərin ən gözəli. Səni də istirdi. Nə? Səni də uğurladı məndən. O nə sözdür deyirsən ay bibi? Əvvəl sənə, sonra Leyla, indi də sən. Nə elə fikirləşirsən? Bəs necə fikirləşməliyəm? Birlikdə ofisə gəlirsiniz, qapını açıb birinci onu içəri buraxırsan, özü də ədəbərkanla. Məcburam da bibi. Nəyə məcbursan? Görmədin axşam ata necə əsəbləşdi? Qoy 1-2 gün yola verim, atanın hirsi soysun. Sonra sən yenə nə desən mən hazır. Ayaq üstə çox qalma, bibi sənə qurban olsun. Keç əyləş. Çox ayaq üstə qalma. Səhər Humay görməsin deyə telefonu üz üstə qoydum masaya. Ona görə vaxt eləyib söndürə bilmədim. Ata eşitdi bizim danışığımızı. Nə dedi? Bu Humay var ha. Mən fikirləşdiyimdən də çox bilmişdim. O məncə nəsə hiss elədi. Ona görə özünə elə apardı. Mən də sən ona dedim. Mənə bax, sən zəng eləyəndə o görmədi.
Yox, bibi görə bilməzdi. Yuxarıda zəng elib düşdüm aşağı. Deməli, bunun özü boyda da yerin altındadır. Ata indiyə qədər ürəyindən şikayət eləməyib. Durduq yerə niyə info keçirsin ki? Ata, yəni davanız nəyin üstündədir, ha? Nəyi bölə bilmisiniz? O səni vurur, sən acıq elib evə gəlmirsən. İndi də infaq. Mənim üstümə atmayı. Mənli deyil. Könül bile əsəbləşib. Sən Şəmsin tərəfini saxlamaqla deyil. Görsən, kişi qəbul eləmir. O deyil, yıxıldı yan üstü. Qorxmayı sən dedi. Allah şeytana lənət eləsin. Könül gəldi ki, qarşılayım. Bayaq bilirsən nə oldu? Aşağıda təsadüfən bir vəkillə tanış oldum. Nə vəkil? Deyirəm də, bufetdə oturmuşdu. O da telefonla danışırdı. Eşitdim ki, vəkildir. Yaxınlaşıb bizim söhbəti soruşdum. Aha. Əmin bizi aldadır. Aldatmır, xox gəlir. Qorxudur. Vəkil oğuz adı axtarmır. Bu kişi dedi ki, vəkilin işi sənət-sünət işidir. O heç kim sorğu-sual eləyə bilməz. Həmid sənə vəkil demişdi. Hə də, mənə dedi, güya vəkil tutub, güya kəndə gedəcək, güya cəmaatı danışdıracaq, copluyurmuş. Rıt sən oğul başıma. Gəlib evdə elə haray qışqırıq saldın ki, kişi dözmədi. Arada az qala məni günaha batırmışdın. Köpüyü oğlu. Dədəm qutardı, indi də sən başladın. Kəs, kəs. Dil də var hələ danışmağa. Ay arvad, deyinmək vaxtı deyil, başımıza çarə qılmalıyıq. Kim soruşsa, Həmid əminə vəkil söhbətini mən sizə deməmişəm, ha. Atam Şəmsiyə hirslənib belə olub. Bayılanda özünə də deyərik. Bəs həkimlər nə deyir? Mən girəndə həkimlər palatadaydılar. Dedilər, qorxmayın, amma böyündən sonra diqqətli olmaq lazımdır. Əsəb olmaz, stres olmaz və s. və ilaxır. Hansı palatadır? Bu. Sənə də əziyyət verdiyi. Heç bir əziyyət yoxdur, tək salamatlıq olsun. Çox sağ ol. Gəl Natan. Bosa-bosa bu qız kimdir? Başım qarışdı, heç soruşmadı. Siz bir yerdə deyildiniz ki. Könül hara getmişdi, o qız kimdir? Yenə mən günahkar oldum. Sən niyə məndən küsürsən? Söz soruşam, cavab ver də. Sən ölməyəsən, canım boğazıma yığılır. Əsəbi vaxtında mən özümdən çıxartma. Sən də kursa gedirsən? Orada tanış olmusunuz? Yox, yox. Mən heç bir kursa getmirəm. Mən Şəmsinin iş yoldaşıyam. Səni gözümüzdən qoyan kimi gedib o restoranda bənd alırsan? Özü cəhənnəmə. İş yoldaşı ilə rəfiqəlik eləyirsən? Ananı üsün sənin. Anaya hörmət oyan qızsan sən. Ay ana, ayıbdır. Ayıb sənin elədiklərindir. Hamımızı verdin o əclafın ayağına. Səni söz deməkdən dilimizə qabar çıxdı. Bir qulağından aldın, bir qulağından yelə verdin. Başını bulama, dədəm belədir deyə danışamıram. Heç üzün ağ olmasın sənin. Düz demirəm, qızım. Sən ata-anan razı olmayan oğlanın dalınca düşərsən, Oğlanı seçmək olur. Amma ata-ananı seçmək olmur. Heyf ki.
Hara gedək? Hara istəyirsən gedək. Bircə evə getmək, evdə darıxıram. Gedək biraz şəhərdə gəzək, sonra da baxarıq da. Gedək səni bir rəssam qızla tanış eləyim. Sən onu da tanıyır, atasından dostdular. Rəssam? Hə, emalatxanasına mən 2 dəfə dəvət eləyib gedə bilməmişəm, vaxt tapa bilməmişəm. Zəng eləyim. Olar. Emalatxanasındakı şəkillərə də baxarsan. Xoşuma gəlsə bəlkə sənin şəklində sifariş verərik. Olar, maraqlı olar həm də. Salam Natavan, necəsən? Əmim xəstəxanadadır. Sənə kim dedi? Könül də oradadır. Əmin xəstəxanadadır. Hə, İstəyirsən gəl ora gedək. hə, yaxşı Natavan, Könülə də gəlirəm. Zəhmət olmasa sən məkan at mənə, mən taksi sifariş verə bilim. Narahat olma, indi gedərik. Ama indi orada əsib kəsir. Hə? Kimin haqqında söz düşsün, təsəvvür eləmirəm ki, ananın ağzından xoş söz çıxır. Bu kimdir ki? Bəyənmədiyin Şəmsin müdürü. Hə, restoranda müdür işləyir. İşləmir, oranın sahibidir. Qusur. Hə, Könül. Burada bufet deyil. Hə, gəlin. Könül bura gəlir. Gördüm, Natavanla gəlirlər. Adı Natavandır. Hə, Eşək qız. Neysən, xoşun gəlir onunla. Mən bir söz bilmirəm ki. əziyyət çəkdim, çox sağ ol. Rastlığı yüngül olsun. Gedirsiniz Natavan xanım. Laçının kiçik qardaşıyam. Yaxşı. Eldar, gəl biz gedək, ana tək qalmasın. Sağ olun. Sağ olun. Təşəkkür edirəm, Məhsudan görüşərik. Görüşəlim. Görmək istəyirdin bizim ailəni. Hə, tanış oldum Firuzə xanımla. Gəlməyinə peşman olmadım. Yox, qətiyyən. Başa düşürəm, yoldaşı gözlənilmədən infak keçirib. Başqa nə cür olmalı? Bəlkə bir tikə nəsə hazırlayım, deyirsən səhərdən heç nə yeməmsən. Fikirlərimdən ürpənirəm. Ürəyim sıxılır. Yəni pula var dövlətə görə, qardaş da qardaşın qəsdinə durarım. Elə bir şübhələrin getdikcə yoxa çıxır. Daha əminliklə danışırsan. Bu da heç nə demədi. Dili dudağı qurudu. Özünü elə itirdi ki, Zeynəb sözünün dalı qabağı düz gəlmədi. Özüm olmasaydım, yəni pulu oğurlanan özüm olmasaydım, deyərdim ki, pulu 100% bunlar götürüb. Amma qadan hanım, məni düzgün başa düş. İnanmağa qorxuram. Səni qınamıram mən. Elə mən özüm də fikirləşəndə ətim ürpəşir. Uşaqları böyükdülər. Hərəsi bir evin kişisi yaşdadır. Qız da elə onlar kimi.
halımı soruştura bilmirəm. Mən necə ola bilər ki, bunlar ailəlikcə əl-ələ verib pul quruyurlar və sonra da çox rahat bir-birinin üzünə baxa bilirlər. Yox, yox, ailəlikcə deyil, ailəlikcə ola bilməz. Bilirsən niyə? Çünki pul yoxa çıxanda Laçın həbsdə olub, evdə deyildi. Bəli. Məncə qızın da xəbəri yoxdur. Könül saf uşaqdır. Əgər nəsə bilsəydi, davranışlarından bildirərdi. Bir söz demək istəyirəm. Amma xahiş edirəm xətrinə dəyməsin Həmid. Qadası de, xətrimə niyə dəyir ki? De, nə istəyirsən de. Sən niyə özünü avama aparırsan belə? Bax, özün deyirsən ki, Laçın yaxşı oğlandı. Elə Könül də deyirsən, çox yaxşı qızdır, saf uşaqdır. Niyə sən indiyə qədər onlardan düzüb soruşmamısan ki, abala, bax, necə oldu ki, siz birdən-birə belə varandınız? Əgər onların xəbərləri yoxdursa, demək ki, hər şeyi onlardan gizlədiblər. Hə, sənin pul məsələndən tutmuş, ta evdən silah çıxmağına qədər. Yox, pulu bilmirəm. Mən özüm Adəmə tapşırmışdım ki, evdə heç kimə heç nə deməsin. Amma tapançadan yəqin ki, xəbərləri var. Onda gəl sənə bir söz deyim. Sən gərək bu məsələni Könüldən soruşasan. Soruş, öyrən, gör. Onların evində indiyə qədər tapança var imiş. Bəlkə xəbəri var. Qız uşağıdır da, bəlkə evi yığışdıranda əlinə keçib, görüb hardasa. Sən hər dəfə məni təəccübləndirirsən. Burada təəccüblənəsi bir şey yoxdur, Həmid. Sən həyəcandan başını itirmişsən. Ən adi şeylərə fikir verə bilmirsən. Bir də qayıdıram Laçın söhbətinə. Özün deyirsən ki, o böyük bir mağaza alıb. Ola bilməz ki, o indiyə qədər atasından soruşmasın ki, ay ata, bu qədər pul sənin əlinə hardan keçib? Bir də əgər mən sənin yerinə olsaydım, bu söhbətini Adəmlə xəlvətdə eləməzdim. Eləcə süfrə ətrafında, hamının yanında deyərdim ki, bəs mən həyətimdə pul bastırmışdım, oğurlayıblar. Bəli, ən böyük biclik elə düzdükdür. Əgər Laçından Könül dediyin kimi yaxşı uşaqlardılarsa, bəlkə də süfrənin başında söhbət açılardı. Mən narahatsız adamam. Sən düz deyirsən. Gələ getməzdən əvvəl səndən məsləhətləşəydim. Ta olan olub, keçən keçib. Amma məncə sən git, Laçınla söhbət elə. Mütləq. Hə, qızım. Ata, əmi xəstəxanaya düşüb, xəbərin var? Yox, niyə? Könül dedi ki, mikroinfarkt keçirib. Mikroinfarkt? Hə, elə dedi. Nə vaxt? Bugün təsadüfən bildim. Gedirəm ora. Dedin sənin də xəbərin olsun. Hansı xəstəxanadadır? Mən yatan xəstəxanada. Hə, yaxşı, yaxşı. Adəm infarkt keçirib. Hə. Eldar dedi ki, gedirəm atamla məsləhətləşim, eləmi? Hə. Vəssalam da. Daha görünən kəndinə bələdçi. Pulun məbləği o qədər çoxdur ki, onun qorxusundan adam nəinki infarkt keçirər. Lap ürəyi də partlayar. Umay, sən nə yuxarı qalxmasam inciməzsən? Niyə? İndi orada çoxlu adam var, mən də heç birini tanımıram. Gözləyim də burada.
Sən tək gəlməyəsən deyə səndən gəldim. Pis nə var ki? Gözləyirəm də. Odaya orada bufet var. Gedib orada oturub gözləyərəm. Yaxşı, narahat olma, çalışacağam ki, tez gəlim. Çay gətir, nədir? Ad gün nəzədə gəlməyiblər ki. Heyvansan, Nə? eşşəksən. Sizin ev heyvanlarından xoşunuz gəlmir? Elə bil bunu da siz mənim üstümə tökdünüz. Dəlisən sən. Bu nə deyir? Gah eşşək deyirsən, gah dəli deyirsən. Soruş adımı deyim də. Adım Eldardır. Sara. Ay Allah, nə gözəl adım var. İçəri niyə qoymadın ki? İçəridə dayanmıram da, ürəyimi boşaldanmıram, danışanmıram. Həkimlər var axı, ayıbdır. Şükür Allaha, Adəm yaxşıdır. Həkimlər dedi ki, axşama apara bilərsiniz. Məni sənin dərdin öldürür. Şəmsi də görüm, zəlil qalsın. Dayımın bura nə dəxli var ki? Necə yəni nə dəxli var? Ona görə gəlib düşüb də xəstəxanaya. Buna nə qədər dedik ki, Şəmsiyə yaxın getmə. Qaçıb yanında bənd aldı. Ta ki, dədəsini xəstəxanaya salana qədər. Oxşamadı da sənə. O da sənin kimi varlı bir kişi tapsaydı, biz də bir ağ günə çıxardıq. Yapışıb acından ölən dayımın ətəyindən əl çəkmir. Başını bulamayı, olanı deyirəm də. Görürəm mənim bura gəlməyim ürəyincə olmadı. Elə mən buradan qayıtsam yaxşıdır. Hə, get. Get, dayından göz aydınlığı al, de ki, əmin bugün sabah ölür, gəlib qızını yəli eləyərsən. Ürəyimi boşaltdın mı? Az ürək qoymuşsunuz bizdə. Onu da keç içəri, bəlkə həkimlərin nəsə sözü var. Neysə də, neysə. O günə qədər heç atamın qrip olduğu yadıma gəlmir. Axırda o da dözmədi. Maraqlıdır. Adımı necə qeyd elədi? Necə yazacağam? Eldar yazdım da. Qorxuram da. Dedim birdən arxasına heyvan, eşşək, dəli, nəsə başqa söz yazarsın. Elə yazmaram axı. Ayıbdır. İndi zəhmət olmasa məni yığ və mən də səni qeyd edeyim. Ha, yox, bu anamdır. Hə, ana? İndi gəlim. Yaxşı, qalxıram. Bu dəqiqə qalxıram. Anam çağırdı, təcili getməliyəm. Amma zəngini gözləyirəm. Niyə gözləyirsən? Yığdım da. Oldu. İndi yazıram. Amma zəngini gözləyəcəm. Hələlik. Paltarım quruyan kimi zəng eləyəcəm. Buyur. Amin. Ahmet xeyr ola.
Şamın xeyir. Xoş gəlmisən. Bu vaxt xeyir olayam. Xəstəxanaya getmişdim. Gördüm ki, yoxdur. Hə, əyləş. Həkimlər icazə veriblər, aparıblar evə. Sən nə yaxşı. Elə mən də ona görə. Zəng elədim, Laşından soruşum, dedi işdəyəm. Dedim, yaxşı deyil, heç olmasa gəlin bura dəyim. Həminəsə sözlü adam oxşursun. Yox, elə bir şey yoxdur. Mane oluramsa gedə bilərəm, siz rahat söhbətinizi eləyin. Sən hələ nə qədər buradasın? Yox, hazırlaşırdım çıxım. Atan xəstəxanadan gətiriblər axı, yaxşı deyil də tez gedin. Hə, düz deyirsən. Vacibsə qalım. Yox, düz deyirsən, getsən yaxşıdır. Sabah neçədə gələcəksən? Səhər tezdən. Onda sabah gəlib deyərəm. Gedirsənsə gəl, mən səni aparım. Hə, bu yaxşı oldu. Elə sənə də bir-iki kəlmə deyiləcək sözüm var. İndi nə dersən qadın? Qız hanı? Mətbəxdədir demişəm, yemək pişirsin. Laçın hələ gəlməyib. Yoxdur. Onda sən get. Hara? Get qıza kömək elə. Orada nə var ki? 5-6 nəfərik. Az dedim ki, get. Get. Otur. Hanaya pul? Ay, Canına zar. Hana pullar? Hara koyupsan? ağsaqqal, həkim dönə-dönə tapşırıb ki, səni əsəbləşmək olmaz. Aya, səndən soruşuram ki, hardadır pullar? Bircə dəqiqə sakitləş deyirəm. Ağsaqqal özünü ələ al. Yenə bizi xəstəxanalarda süründürmə. Sakitləş indi deyirəm. Sakitləşdim. De. Tam arxayın oladı. Pul etibarlı yerdədir. Aya məni dəli eləmə. Dəli olma ata, sakit ol. Dedim axı, pul etibarlı yerdə. Ağlın həmdən niyə getməsin? Mən sənin olmam. Allah haqqı, Laçın özünü öldürsə də tapa bilməz. Aya, bax sən öl. Durub səni yerlə geçsən eləyərəm küçük. Eləməzsən ata. Bilirəm ki, eləməzsən. Pullar məndədir axı. Mənə nəsə demək istəyirdim. Bu ya. Fikir aparım, mən özümdə sözümdə deyiləm. Niyə nəsə olub? Adəmə görə, hə? Bugün Humay gedibmiş xəstəxanaya, əmisinə baş çəkməyə. Aha. Firuzə yenə sənin haqqında ağzına gələn deyib. Deyib güya Adəm sənə görə düşüb xəstəxanaya. Güya sənə əsəbləşib. Humaya deyir. Nədir? Bəy, güya niyə deyirsən, ola bilər də. Sən könüllə boşananda infarkt keçirtməmişdin. Nədir, durub təzədən qızışır.
Məsələ bilirsən nətərdir, Həmid? Mən görəndə ki, könlünün fikri qətidir, qayıdıb mənlə nigaha girmək istəyir. Yəni, özündən soruşdum, təsdiqlədim. Dedim, könül, sən atavı, anavı yadından çıxart, qayıt gəl evinə. Dedi, Laçından məsləhətləşərəm. Ola bilər bu məsələ evdə müzakirə olunur. Adəm ona əsəbləşir. Bunu bilmirdim. Əsəbləşib, cəhənnəmə əsəbləşib. O yaşda adam qızının taleyi ilə oynayırsa, onun kişi boynu yerə sol. O infak vurub belə ölsə yaxşıdır. Şəmsi, səndən bir söz soruşum. Buyur. Bu Adəm gəlib sən onun yanına çıxanda, sən ondan soruşmadın ki, 2-3 ay içində necə oldu belə varlandı? Soruşmağa ehtiyac qalmadı ki. Özü başladı nağıl danışmağa. Güya könlü kimdənsə nişanlayır. Güya həmin adam Rusiyada yaşayır. Nə bilim, güya pulu o buna verir. Nə bilim, ağzına gələni danışdı da. Qardaşını tanımırsan. Sən özün də bilirsən ki, Adəmdə yalan var. Əminsən ki, yalan deyir. Həmid, sən olan məni güldürmə. Bu nişanlayıbsa neçə müddətdir bu adam hardadır? Hə? Könül məndən niyə görüşür? Yaxşı, deyək ki, indi könlünün mənə meyli var. Bəs Laçının ağlı hardadır ki, nişanlı bacısına telefon alır ki, get Şəmsi ilə gizlincə yazır, danış. Sən yavaş-yavaş dəli oluram, havalanıram. Sən niyə dəli olursan, başa düşə bilmirəm. Yoxsa nəsə var? Şəmsinin canı üçün nəsə var, mənə demirsən. Var ay Şəmsi, var. Var, var. Nədir də, nə məsələdir, bilmək olar? Sən biraz gözlə Şəmsi. Nəinki sən, hamı biləcək. Getdikcə daha çox inanırım. Nəyə inanırsan? Darıxma deyəcəm. Biraz hövsələni bas, deyəcəm. Saxla, saxla. Yenə ürəyim sıxıldı, yenə ağlam çatışmadı. Saxla, saxla. Benim buradan piyada gedəcəm.
Səhər tezdən maşında nə axtarırsan? Az cibində qəpik quruşdu. 30-35 manat pul var. Bütün ciblərini axtardım ki, bəlkə açar olar. Nə açar? Az demirəm mi, dünən demədi, pulu etibarlı yerdə gizlətmişəm. Etibarlı yer deyəndə haranı nəzərdə tutur? Burada qohum yox, əqraba yox, gedəsi yeri yox. Bu boyda pulu harda gizlədə bilər? Başa düşdüm. Fikirləşdim ki, bəlkə təzdən Vidadi ilə razılaşıb, dil tapıb, o biri pulu Vidadiyə keçib, təzdən sənan qaytaran puldan ev alıb. Başa düşdüm. Ona görə başqa açar tapmayanda cibindən maşının açarını götürüb içinə baxdım. Yoxdur. Maşında heç nə yoxdur. Nə pul var, nə başqa açar. Bu kötü axırda bizi dəli eləyəcək. Gəl belə eləyək. Sən bugün onun yanından əl çəkmə. İt balası məndən öcəşiyib, nə desəm razılaşmayacaq. Sən onun qılığına gir, gör razı sala bilirsənmi? Bütün günün yanında ol. Hara gedir qoy getsin, sağa sola sürsün maşını. Sonra benzin almağa pul lazım olacaq axı. Harda gizlədibsə, gedəcək onun dalınca. Gedəndə sənə nəsə bir yalan deyəcək. Ay nə bilim kim gilə, nəyə görə gedirəm, üstünü vurma. Əsas odur ki, ünvanı bilək. Görək hara gedir, harda gizlədib. Başa düşdü? Başa düşdüm. Onda sən maşın açarını ver, qaytarım qoyum cibinə. Yoxdan durub görsə ki, ya maşın açarı yoxdur, duyuq düşər. Biləcək ki, cibini yoxlamışıq. Düz deyirsən, bu heç ağlıma gəlməyər. Baba. Ofisdən çıxanın Natəvana zəng elədim. O dedi, könülllə bir yerdəymişlər, oradan bilib. Eşidəndə Sara təklif elədi. Hə, dedi ki, istəyirsən bir yerdə gedək. Amma yuxarı qalxmadı. Niyə? Dedi ki, orada heç kimi tanımıram. Özümü narahat hiss eləyəcəm. Gəlirsən? Umaya, çalış gün ərzində ondan daha çox vaxt keçir. Oldu. Sabahın xeyir. Bu gecə yuxumda eşək görmüşəm. Deyəsən ev heyvanlarını sevməyə başlayıram. Az Eldar olacaq. Köpək oğlu qaçdı, gör hara getdi. Vay, sabahın xeyir ana. Ay qadan alım, səhər tezdən aç-sus, hara gedirsən? Dünən həkim dedi ki, Qızıl Gül çayı ataya xeyirdir. Yol üstü bir dənə mağaza görmüşəm, hər cür ədviyyat satırlar. Gedin bu saat alım, gəlim. Ay qurban olum sənə. Nə olub, nə qaça qaçdı? Hələ bir dəmlədiyimdən iç, sonra gedərsən də, bəlkə elə mən də gedirəm səninlə. Ay ana, darvazanı sən bağlayarsan da. Ay bəs gəlmirsən, deyirdin ki, bəs.
Atana mı? Gedib. Hara? Bilmirəm dedi nəsə işi var. Çox sağ. O boşqabı Sara üçün qoymusan? Bəli. Sara hələ yatır. Neçə müddətdir evimizdəsən, sən də bizim birimiz. Çay içəcək əyləş. Leyla qızım, bəlkə səni məktəbə özüm aparım, hə? Yaxşı olar ata. Bəs salam, danışdıq. Əyləş Zeynəb, əyləş. Ailə başçısının sözünü yerə salmaq olmaz. Hamının sabahı xeyir olsun. Sabahın xeyir. Sən otur Zeynəb. Sabahın xeyir olsun, gözəl. Gəl sən əyləş. Bir qonşuda yeyib qutarıb, gəl. Şəkil yerində. Əyləş Zeynəb. Düz alınmır Yığma xanım. Xahiş edirəm, əyləş. Sən də evimizin bir adamı, niyə düz alınmasın? Bugün Saraya özüm qulluq eləyəcəm. Bibinin qoçaq balasıdır da. Hamı səhər tezdən işə getmək üçün oyanır. Amma Sara... Hamıyla birlikdə oturmaq üçün. Mənim kula bala. Gözəl bala. Sizə nuş olsun. Humay çox sağ ol. Amma gedəndən sonra üzündən öpəcəm. Ata sən də çox sağ ol. Niyə təşəkkür edirəm? Səhər üzümdən öpdüyün üçün. Elə bilirsən hiss eləmədi. Deməli, səni mən yuxudan oyatdım, ha? Elə də demək olar. Bugünə planın nədir? Hələ ki heç nə. Amma birlikdə fikirləşə bilərik. Hə, onda hamı getsin, mənə öpəndən sonra qərara gələrik. Otur da. Mən neçə dəfə soruşdum, bax nə ata, nə dana mənə cavab vermədi. Eldar səhər tezdən hara gedə bilər? Onun işi yox, gücü yox. Otur deyim. Demədilər yox. Onlar həqiqətən bilmirlər Eldar hara gedib. Sən acığa belə deyirsən, yoxsa həqiqətən belə fikirləşirsən? Bacı, başına dönüm. Bunu başa düşmək üçün alim olmaq lazım deyil. Eldar dünənə qədər evdən xəlbət özünə heç cib dəsmal ala bilməzdi. Birdən-birə nə oldu ki, getdi maşın aldı, ata ilə dana səsini çıxarda bilmədilər. İndi burnunu sollayıb, hara istəyib gedib. Bəlkə də soruşublar, Heç soruşsalar da deyəsi deyil. Eldar niyə belə eləsin? Ay bacı, başına dönüm. Dedim axı, bizim evdə nəsə baş verir. Eldar da onu bilir. Bax, ona görə də ata ilə anan dili Eldarın yanında gödəkdir. Heç nə deyə bilmirlər. Bizdən gizlədirlər. Çalışıb öyrənməliyik. Hə, yadıma düşdü. Gedək də. Sənin yolusu düşürüm, özün get mağazaya. Mən Natavanın dalınca gedirəm. Ciddi sözümdür. Hə, şəkli bəhanə eləyib gedəcəm.
Görüm dünəndən bu günə nə qərara gəlib. Mənə çox gözlədiniz. Belə də 20 dəqiqə, yarım saat. Hə, zəng eləsəz tez gələrdim. Əşki canın sağ olsun. Mən həmişə 8-də gəlirəm. Mən onu bilmirdim də. Bir dənə bagaja qoymağı da kömək elə vəssalam. Hə, problem yox. Çox sağ ol Eyvaz, hələlik. Sağ ol. Gedib çay dəmləyim. Yo, sağ ol, narahat olma. Sabahın xeyir. Zəng eləyə bilərəm? Aha, gördü. Sabahın xeyir. Hər vaxtın xeyir. Mesajı oxudun, amma cavabı yarım saatdan sonra yazdım. Yatırdın? Yox, yatmaq nədir? Bu vaxtda kişi yatar. Mesaj gələndə yoldaydım, maşın sürürdüm. Səhər tezdən hara gedirsən ki? Hara gedəcəm, iş dalınca. İndi imkan tapdım, ona görə indi cavab verdim. Hə, buyur, eşidirəm. Səhər yeməyinə dəvət eləmək istəyirəm səni. Səhər yeməyinə? Hə. Bu vaxtda ac xanım qalar? Onda nahara dəvət edirəm. Bilirəm, razılaşacaqsan. Bu nə əminlikdir? Yuxuda eşşək görmüsən adı? O nə deməkdir ki? O deməkdir ki, bugün görüşə gedəcəksən. Nə vaxt görüşək? Gün ərzində qulluğundayam. Ara gəlim. Evdən çıxanda sənə xəbər eləyərəm. Oldu. Eşeğin biri eşek. Bunun çiçək almağı nə uzun çəkdi? O haramzada qayıtmayacaq Firuze. O səni allatdı. O harasa öz işinin dalınca getdi. Onun işi başına dəyməsin, yazıqdır. Onun işi var. Onu bilmirəm də Firuze. Onu bilsəydim nə var idi ki? Həyətdə bastırmış olmaz. Bizim həyətdə. Hədə. Hədə. Başqa hara qoya bilər ki? Bəlkə əmisi kimi o da qazıb həyətdə bastırıb. Gəl də. Gəl gedək, baxaq. Birbaşa bura niyə gəlsən? Evin qabağında yer bundan çoxdur. Orada heç olmasa ağac var. Həm də ərində, yan yörəsində bastıra bilər də. Ay ağlına keçə yamayım. Orada nə vaxt qazıb bastırdı ki, sən görmədin. Bütün günü evdəsən. Burada belədir ki, bu de, pəncərəsindən bura çıxış var. Fikirləşirəm ki, gecə çıxıb burada qazıb bastıra bilər, heç kəs də görməz. Evin qabağında elə şey eləmək olar. Bəs soruşmazsan ki, ay bala, görəşən kimi niyə buranı qazırsan? Nə bilim, Firuze özü, ağıl qalıb məndə. Suda boğulan saman çöpündən yapışan kimi mən də ağlıma nə gəldi deyirəm də. Yox, Firuze, burada yoxdur. Yer qazılsa o saat bilinər. Nətər pis vəziyyətə düşmüşük. Laçın gilə də açıb danışa bilmirik. Qalmışam içimdən qırıla-qırıla.
Axırda hirsimdən beynimə qan sızacaq. Köpək oğlu nə təri bizə zülüm verir. Ged ora gəlirəm. Sözüm var. Neçə vaxtda fikir verirəm, sağ ol. Leylaya da, Saraya da çox yaxşı baxırsan. İkisindən də soruşmuşam, səndən razılıq eləyirlər. Mən də fikirləşdim ki, nə vaxt səni mükafatlandırmıram. Demişdim axı, əlimə fürsət düşdükcə sənə əlavə görün baxım eləyəcəm. Qəşəng bir sırğam var. Bunu verirəm sənə. Götür, götür, halalın olsun. Amma taxmaha, apar sat. Bunu mənə Sənanın rəhmətli yoldaşı vermişdi. Qızlar da sırğanı tanıyırlar. Baxma da, qulağında görsələr onlara da pis təsir eləyər. Elədirsə niyə verirsiniz Elsa xanım? Az taxmıram da. Neçə vaxtı qalmışdı orada. Bayaq gözümə sataşdı, dedim qoy gətirim verim sənə pul əvəzi. Qoy cibinə də. Allahına da min şükür elə. Niyə özünü naza qoyursan? Yaxşı Elsa xanım, başa düşdüm. Çox sağ olun. Payınız artıq olsun. Cəsarətin xoşuma gəldi. Zeynəb, otağıma axırıncı dəfə nə vaxt yığışdırmısan? Nəsə olub? Sırğamı tapa bilmirəm. Adım oğru qoyub məni şərləyəcək. Sən bu sözü mənə deməmisən. Heç kimin də yanında heç nə danışmırıq. Mənə biraz vaxt ver. Bu işin axırına mən özüm çıxacam. Buyur qardaş. Bu sizin əmanətiniz. Dədən gəldi, dedi vidaydı. Pulu nədir verirəm, bir adam var, onu öldürmək lazımdır. Nəsə işıq ucu görünür ata. Deyəsən kələfin ucu tapılır.